Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında etdiyi paylaşım ilə diqqət çəkib. Xəbər verilir ki, sənətçi paylaşımında həyatda qorxduğu yeganə şəxsin adını açıqlayıb və həmkarları ilə bağlı yayılan qohumluq iddialarına münasibət bildirib. Afət Fərmanqızı qeyd edib ki, onun həyatda tək qorxduğu şəxs Mameddir, yəni Məmməd. Həyatda tək qorxduğum şəxs Mameddir, sağ olsun ki, bütün dəlilliyimə dözür. Müğənni həmçinin bu sənət yolunda münasibətlərinə də toxunaraq bildirib ki, müğənnilərə dost kimi hörmət bəsləmək mümkündür. O, bu mövzuda səslənən fikirlərə münasibətini belə ifadə edib. Müğənnilərə də dost kimi hörmət qoya bilərəm. Əgər ayrı oğlum olsaydı, müğənni ailəsindən qız alardım. Afət Fərmanqızının bu açıqlamaları sosial şəbəkədə istifadəçilər arasında marağa və müzakirələrə səbəb olub.